Salam dəyərli abituriyentlər. Bu dəfəki izahımız konkret və mücərrəd isimlər, tək və cəm isimlər, ümumi və xüsusi isimlər mövzusu üzərində olacaq. 1. Mücərrəd mənalı düzəltmə isimləri müəyyən edin. A. Soyutma. Soyutma konkret isimdir. A bəndini çıxırıq. B. Daraq konkret isimdir. B bəndini də çıxırıq. C. Gözəllik. Lik şəkilçisi vasitəsilə düzəltmə isimdir. Mücərrəd məna bildirir. Qavrayış ış şəkilçisi vasitəsilə düzəltmə isimdir. Mücərrəd məna bildirir. Üzüntü üntü şəkilçisi vasitəsilə düzəlib mücərrəd məna bildirir. Doğru cavabımız C bəndi. D. Daşlıq yer məkan bildirir. Konkret isimdir. E. Yaylaq yer məkan bildirir. Konkret isimdir. Bu bəndlər də olmayacaq. Doğru cavabımız C bəndi. 2. Hansı cərgədəki sözlər toplu isimdir? Toplu isimlər o isimlərə deyilir ki, o daxilindən çoxluq bildirsin, larlərin köməyi olmadan. A bəndi dəniz, çay toplu isimlər deyil. B. Əhali toplu olsa da respublika toplu deyil. B bəndini də çıxırıq. C. Qoşun, alay sözləri birdən çox burada insan olur. Demək, toplu isimlərdir. D bəndində meşə, üzümlük toplu isimlər deyil. E bəndi şəhər, kənd toplu isimlər deyil. Doğru cavabımız C. 3. Mücərrəd mənalı düzəltmə isimləri müəyyən edin. A. Gürultulu sifətdir. A bəndini çıxırıq. B. Qavrayış mücərrəd mənalıdır. Düzəltmədir. İnsanlıq mücərrəd mənalıdır. Düzəltmədir. Duyğu mücərrəd mənalıdır. Düzəltmədir. Qavrayış ış şəkilçisi vasitəsilə, insanlıq lıq şəkilçisi vasitəsilə, duyğu u şəkilçisi vasitəsilə düzəlib. Doğru cavabımız B bəndi. Digər bəndlərə baxsaq, C bəndi işlək sözü sifətdir, götürmürük. D bəndində ovçu sözü konkret isimdir, onu da çıxırıq. E bəndi yoldaş sözü konkret isimdir, E bəndini də çıxırıq. Yəni burada qapıçı sözü də var. Bir söz bizə bəs edir ki, oradan bəndi çıxa bilək. 4. Cümlələrdən birində toplu isim işlənmişdir. A. Sürü yaylağa qalxdı. Sürü nədir? Birdən çox qoyunun olduğu hissədir. Demək, toplu isimdir. Doğru cavab A. 5. Hansı cümlələrdə toplu isim işlənməmişdir? A. Sürü dağın döşünə yayılıb otlayırdı. Sürü sözü burada toplu isimdir. A bəndi olmaz. B. İlxı toplu isimdir. Olmaz. C. Cəmaət sözü topludur. Olmaz. E. Ordular, karvanlar topludur. Olmaz. Doğru cavabımız D bəndi. Toplu işlənməmişdir deyir. İşlənənləri tapdıq. D bəndində işləməyib. 6. Hansı cümlə ümumi isimdən başlayır? Sarayevoda olimpiyada keçirilmişdi. A bəndində Sarayevoda sözü xüsusi isimdir, yer adı bildirir. A bəndi olmayacaq, xüsusi isimdir. B. Saranın qiymətləri qənaətbəxşdir, insan adı bildirir. B bəndi də xüsusi isimdir, olmayacaq. C. Saraya fəxri təqaüd verildi. Yenə insan adıdır, xüsusi isimdir. C bəndi də olmayacaq. Saraya qəsəbə statusu verildi. Qəsəbənin adıdır. Saray sözü burada. Bu da olmayacaq, xüsusi isimdir. E bəndi saraya təzə avadanlıq alındı. Saray burada itkili mənasındadır. Ümumi isimdir. Doğru cavab E bəndi. 7. Mücərrəd məna bildirən düzəltmə isimlər cərgəsini müəyyən edin. A. Ağıl sadədir. A bəndini çıxırıq. B. Gürultulu sifətdir. B bəndini çıxırıq. C. Başçı insan mənası konkretdir. C bəndini də çıxırıq. D. Arzu mücərrəd məna bildirir, amma düzəltmə deyil, sadədir. D bəndini də çıxırıq, yerdə qaldı. E bəndi, doğru cavab E. Sevgi G şəkilçisi vasitəsilə düzəlib. Yaxşılıq lıq şəkilçisi vasitəsilə, anlayış ış şəkilçisi vasitəsilə, şadlıq lıq şəkilçisi vasitəsilə düzəlmiş mücərrəd mənalı isimlərdir. 8. Mücərrəd mənalı isimləri müəyyən edin. 1. Fikir, anlayış. Mücərrəd mənalı isimləri görmək olmur və onlara toxunmaq olmur. Fikir, anlayış bu cür isimlərdəndir. 1. 2. Çoxluq, sevgi.
Bu da mücərrəd mənalıdır. 3. Əmək, süzmə, süzmə konkretdir. 3'ü çıxırıq. 4. Gözlük, yaylaq, hər ikisi konkretdir. Hər ikisini görmək olur və toxunmaq olur. 5. Dostluq, mücərrəddir, amma əkinci konkretdir. 5'i də çıxırıq. Doğru cavabımız 1, 2, B bəndi. 9-cu sual. 9-cu testimiz. Mücərrəd mənalı isimləri müəyyən edin. 1. Yaxşılıq, meşəlik. Meşəlik sözü mücərrəd mənalıdır, konkret mənalıdır, yer məkan bildirir. Biri çıxırıq. 1 ilə olan variantlarımız E bəndini çıxırıq, C bəndini çıxırıq. 2. Yataq, baxış. Baxış mücərrəddir, amma yataq konkretdir. 2-ni də çıxırıq. 2 ilə olan A bəndimiz var və D bəndimiz var, onu da çıxırıq. Avtomatik cavabımız qalır B bəndi. 3'ə baxırıq, bilik, duyğu, görə bilmirik, toxuna bilmirik. Sonra yuxu, xəyal, görə bilmirik, toxuna bilmirik. Və bunlar da mücərrəddir. 3 ilə 4. 5. Xalamgil. Bir də çətir sözü var. Çətir əşyadır. Konkret isimdir. Xalamgildə insan mənası bildirə bilər. Doğru cavabımız B bəndi. 10. İsimlərdən biri həm konkret, həm də mücərrəd məna ifadə edə bilir. Burada mərdlik mücərrəd məna bildirir. A bəndi konkretdir, yoxdur. Meşəlik konkretdir, mücərrəddir, yoxdur. Sonra atalıq sözü həm konkret mənası ola bilər, həm də mücərrəd məna ola bilər. Konkret məna insan mənasında ola bilər. Ögey ana, ögey ata, ögey bacı, qardaş mənasında işlənə bilir. Bacılı, atalı, analı, qardaşlı işlədə bilərik. Bir də atalıq hissi mənasında, bu isə mücərrəd məna olacaq. Doğru cavabımız C bəndidir. Tezlik, nə burada görə bilmirik, toxuna bilmirik, mücərrəddir. Qumluq, bu da konkretdir, yer məkan mənası bildirir. Doğru cavabımız C bəndi. 11. Mücərrəd mənalı düzəltmə isimlər cərgəsini müəyyən edin. Yorğunluq düzəltmədir. Luq şəkilçisi vasitəsilə isim əmələ gəlib. Yorğun sifətindən və mücərrəddir. Görə bilmirik, toxuna bilmirik. Boşluq Luq şəkilçisi vasitəsilə düzəlib. Düzəltmə isimdir və mücərrəd mənadır. Üzüntü mücərrəd mənalıdır və üntü şəkilçisi vasitəsilə düzəlib. Doğru cavabımız A bəndi. Digərlərinə baxsaq, hesabdar konkret isimdir, B bəndini çıxırıq. C bəndində üzümlük sözü var, konkretdir, C bəndini çıxırıq. D bəndində dostluq, düzənlik konkretdir, çıxırıq. E bəndi düzəngah konkretdir, E bəndini də çıxırıq. Yəni ilk rast gəldiyimiz söz əgər uyğun gəlmirsə, digərlərinə baxmağa ehtiyac yoxdur. Cavabları sürətli tapmaqdan ötürü. Doğru cavabımız A bəndi. 12. Mücərrəd mənalı düzəltmə isimlər cərgəsini müəyyən edin. A bəndi. Məna sadədir. Düzəltmə isim istəyir bizdən. A bəndini çıxırıq. B bəndi. Duyğusuz sifətdir. B bəndini də çıxırıq. C bəndi. Bolluq mücərrəd mənalı düzəltmədir. Yuxulu sifətdir. C bəndini də çıxırıq. D bəndi. Duyum şəkilçisi vasitəsilə düzəlib, düzəltmə isimdir, mücərrəddir. Güvənc C şəkilçisi vasitəsilə güvən sözünə artırılıb, düzəltmə isimdir, düzəlib, mücərrəddir. Üzümçülük lük şəkilçisi vasitəsilə düzəlib, düzəltmə isimdir və üç sözün üçü də mücərrəd mənalı düzəltmə isimdir. Doğru cavabımız D bəndi. E bəndinə baxaq. Gözəllik, sadəlik, meşəlik konkret isimdir. Ona görə E bəndini də götürə bilməyəcəyik. Doğru cavabımız D bəndi. 13. Mücərrəd mənalı ismi müəyyən edin. Miskər insan mənası bildirir. A bəndini çıxırıq. Konkret mənada ələk əşyadır. B bəndi də konkretdir. Xəttkeş əşyadır. Çıxırıq. Konkretdir. Satıcı insan mənasını bildirir.
konkretdir. Nisgil görə bilmirik, toxuna bilmirik. Demək, mücərrəd mənalı isimdir. Doğru cavab D bəndi. 14. Toplu isimləri müəyyən edin. Toplu isimlər əvvəldə də dediyimiz kimi cəm şəkilçisi olmadan çoxluq bildirməlidir daxilən. 1. Çiçək sözü belə bir məzmunda deyil, toplu isim deyil. Biri çıxırıq. Biri çıxırıqsa C bəndini çıxırıq və E bəndini çıxırıq. 2. Camaat. Camaat birdən çox insandır. Demək, toplu isimdir. 2-ni götürürük. Onda D bəndini də götürə bilmərik, çünki burada 2 yoxdur. Ya A olacaq, ya da B olacaq cavabımız. 3. Yoldaşlıq. Yoldaşlıq sözü toplu isim deyil, birdən çoxluq yoxdur tərkibində. 3 olmadığına görə B bəndini də çıxırıq. Doğru cavabımız A bəndi. 2, 4 naxır sözü var. Bir də 7 millət sözü var. Naxırda birdən çox heyvan olur. Millətdə birdən çox insan olur. Doğru cavab A bəndi.